onları yazıb verəcək iş vərəqində. Şagird gedib evdə işləyəndə açıb onu baxacaq. Görəcək misal üçün, müəllim yazır ki, baş hərfləri böyük hərflə yazdın mı? Özünə verir bu da şagirdin sualı. Görəcək ki, yox, hansısa baş hərfi böyük hərflə yazmayıbdır. Ona görə nə edir? Düzəliş edəcək yazısını artıq. Yəni, bu da bir köməklikdir şagirdə ki, onun nəyi necə edəcəyini əvvəlcədən müəllim ona demiş olur, köməklik etmiş olur. Checklist yoxlamasiyası özünü şagird nə edir? Dəyərləndirir, öz işini qiymətləndirir və refleks etmiş olur həmçinin də. Və burada həmçinin bir də ən sonuncu müvəqqəti dəstək üsullarından biri də şagirdlərə ekspert nümunələrini verməkdir. Bu da bayaq dediyimiz ekspert nümunələri, hazır işlənmiş nümunələr ki, müəllim hazır nümunələri verir, şagirdlər nə? O nümunələr vasitəsilə daha rahat şəkildə öyrənmə əldə edirlər. Belə, bu qədər. Bunu öyrənəcəksiniz, testlərini işləyəcəksiniz.